Davam edirik 119-cu sualdan. 119-cu sualda qeyd olunur ki, Günəş şüalarının payız gecə-gündüz bərabərliyi günü günorta 80 dərəcə bucaq altında düşdüyü şimal və cənub yarımkürələrində yerləşən məntəqələr arasında ən qısa məsafə 1/30 milyon miqyaslı xəritədə neçə santimetr olar? Demək, əvvəlcə 5 sıfırı kilometrə çevirək. Daha sonra bilirik ki, payız gecə-gündüz bərabərliyi günü günəş şüalarının düşmə bucağını tapmaq üçün 90 minus x bərabərdir 80 düsturundan istifadə edirik. X də bərabər olur 10-a. 10 dərəcə və burada da deyir ki, şimal və cənub yarımkürələri, yəni 10 şimal eniyi, 10 cənub eniyi arasındakı dərəcə fərqi də 20 olur. Və bu biz xəritədəki məsafəni tapmaq üçün həqiqi məsafəni bölməliyik miqyasa. Həqiqi məsafəni tapmaq üçün 20-ni vururam 111-ə və bölürəm miqyasa. 20 vur 111 bölünsün 300. O da bərabərdir. 20 vur 111 bölünsün 300 edir 7/4 santimetr. 7/4 santimetr. Davam edirik. 120-də qeyd olunur ki, yaz gecə-gündüz bərabərliyi günü günorta vaxtı günəş şüalarının şimal yarımkürəsində 70 dərəcə və cənub yarımkürəsində 40 dərəcə bucaq altında düşdüyü enliklər arasında ən qısa məsafəni kilometrlə tapın. Demək, yenə şimal yarımkürəsində əgər 70 dərəcə deyirsə, 90 minus x bərabərdir. Demək, 70, x də bərabər olur 20 şimal enliyi və baxın burada çünki şimal yarımkürəsi qeyd edildiyi üçün biz yazırıq 20 şimal enliyi. Əslində həm 20 şimal enliyinə, həm 20 cənub enliyinə eyni dərəcə bucaq altında düşür. Qeyd elədim. İndi deyir ki, cənub yarımkürəsində 40 dərəcə bucaq altında. Yenə 90 minus x bərabərdir 40, x də bərabərdir 50 cənub enliyi. 50 cənub enliyi. Baxın, məntəqələrdən biri 20 şimaldır, digəri 50 cənubdur. Toplayanda edir 70. Ən qısa məsafəni də tapmaq üçün əlbəttə 70-i vururuq 111-ə. O da bərabər olur 7770 kilometr. 7770 kilometr. 121-də isə qeyd olunur ki, deyir yay gündönümü günü günorta vaxtı cənub yarımkürəsində günəş şüalarının 23.5 dərəcə bucaq altında göründüyü enliklə Bakı şəhəri arasında ən qısa məsafəni tapın. Demək, bu məntəqə yay gündönümündə cənub yarımkürəsində günəş şüalarının 23.5 dərəcə bucaq altında görünür. Demək, baxın yazıram. 90 minus x. Minus x. Və bu məntəqə yay gündönümündə dediyi üçün və cənubda yerləşdiyi üçün yazıram. Minus x minus 23.5 bərabərdir 23.5. Demək, 90-dan x də bərabərdir. 90 çıx 47, o da edir 43. 43 cənub enliyi. 43 cənub enliyi. Baxın, bura qeyd eləyirəm. X bərabərdir 43 cənub enliyi. Baxın, məntəqə 43 cənub enliyində yerləşir. Bakı şəhəri də yerləşir, demək 40 dərəcə şimal enliyində. Aralarındakı məsafə olur 80, daha doğrusu 83 dərəcə. 83-ü də vururam 111-ə. O da bərabərdir. Bir saniyə vurum. 83 vur 111. O da edir 9213. Doğru cavab olur 9213 kilometr. Davam edirik 122-ci sualdan. 122-də deyir ki, yay gündönümündə günorta vaxtı 6 dərəcə cənub enliyində yerləşən Jakarta şəhəri ilə
Pekin şəhərinə günəş şüalarının düşmə bucağı arasındakı fərqi tapın. Baxın, fərqli bir üsuldan istifadə edəcəm. Günəş yay gündönümündə 23:15 şimal enliyində zenitdədir və bura 90 dərəcə bucaq altında düşür. 90 dərəcə. Və Cakartada cənubdadır. 6 cənub enliyindədir və bunlar arasındakı fərq 6 plus 23:15, yəni 29:15 olur. Bəs Cakartaya nə qədər düşür? 90-dan da çıxıram 29:5-i edir 60:5. Demək, Cakartaya günəş şüası 60:5 dərəcə bucaq altında düşür yay gündönümündə. Və Pekin şəhərinə günəşin maksimum düşmə bucağı elə yay gündönümündə olur. 90-40-50, 50-nin üzərinə də 23:15 gələndə edir 73:5. Demək, 73:5 çıxılsın 60:5 o da bərabərdir. O da bərabərdir 13 dərəcə. Doğru cavab olur 13 dərəcə. Davam edək 123-dən. 123-də deyir ki, qış gündönümündə günorta vaxtı 20 şimal enliyində yerləşən Mumbay şəhəri ilə Buenos Aires şəhərinə günəş şüalarının düşmə bucağını tapın. Gəlin hər iki məntəqəyə günəş şüasının düşmə bucağını tapaq. Demək, gəlin belə gedək, yine eyni üsuldan istifadə edək. Ortada, baxın, günəş, belə deyək, 23:15 qış gündönümündə 23:15 cənub enliyində zenitdədir. 23:15 cənub enliyində zenitdədir. Bu və bura zenitdə olmaq o deməkdir ki, 90 dərəcə bucaq altında düşür. Bu da 20 şimal enliyidir, bu isə 40 cənub enliyidir. Gəlin əvvəlcə baxaq ki, 20 şimalla 23:15 şimal arasında 43:5 dərəcə bucaq fərqi var. 90-dan da çıxıram 43:5-i edir 46:5. Demək, 20 şimala 46:5 dərəcə bucaq altında düşüb. İndi fikir verin, 40 cənub üçün qiyməti tapaq. Bunlar arasında 40-dan çıxıram 23:15 edir 16:5. 16:5 fərq var. Və 90-dan da çıxıram həmin fərqi, yəni 16:5-i, o da edir 73:5. 73:5. 73:5. Demək, Buenos Airesə günəş 73:5 dərəcə, Mumbay şəhərinə isə 46:5 dərəcə bucaq altında düşür. 73:5-dən çıxıram 46:5-i o da bərabərdir 27. Demək, doğru cavab olur 27 dərəcə. Bizə də elə dərəcə ilə ifadə etməmizi deyir məsələnin şərtində. Davam edirik. Deyir ki, Bakıda günəş şüalarının günorta vaxtı düşmə bucağının qütb ulduzunun görünmə bucağına bərabər olduğu vaxt 33 dərəcə cənub enliyinə günəş şüalarının düşmə bucağını hesablayın. Demək, biz sadə bir bərabərlik yazaq. Demək, Bakıda yazıram 90 minus 40 minus plus x, yəni hər iki variantda baxacağıq. Bakıya günəş şüasının düşmə bucağını elə bil ki 90 minus 40 plus minus x üsulundan istifadə edirik. Biz birinci tapmalıyıq ki, günəş harda zenitdədir? Yəni, günəşin hansı enlikdə zenitdə olduğunu tapmalıyıq. İndi baxın, mən düsturda hər ikisini yazdım.
və Bakıda da qütb ulduzu baxın 40 dərəcə bucaq altında düşür. 40 dərəcə bucaq altında düşür. 90-dan 40 çıxanda edir 50. 50. Burada da mütləq surətdə plus olmalıdır. Fikir verin, plus. 50 plus x bərabər, daha doğrusu burada plus yox, minus olmalıdır. Baxın, baxın, baxın. Çünki 50 minus x bərabərdir 40, x də bərabərdir, olur 10 dərəcə cənub eni. Demək, buradan belə bir nəticəyə gəlirik ki, Günəş əgər 10 dərəcə cənub enliyində zenitdə olarsa, Bakı günəş şüalarının düşmə bucağı demək bərabər olacaq qütb ulduzunun görünmə bucağına. Davam edirik. Bu vaxtı deyir bərabər olduğu vaxt. 33 cənub enliyinə günəş şüalarının düşmə bucağını tapın. Davam edirik. 90-dan çıxırıq 33-ü, çıxırıq 33-ü, 33-ü. Onun da üzərinə gəlirik 10-u. Niyə 10-u gəlirik? Çünki məntəqədə cənub yarımkürəsindədir. Günəş də cənub yarımkürəsindədir. 90-dan 33-ü çıxanda edir 57, üzərinə də 10 gələndə edir 67 dərəcə. Doğru cavab 124-də 67 dərəcə. Davam edirik 125 tip tapşırıqla. 125-də deyir ki, sistemə əsasən Günəşin zenitdə olduğu 50 dərəcə şərq uzunluğunda yerləşən məntəqə ilə Bakı arasındakı məsafəni tapın. Gəlin əvvəlcə bu sxemə baxaq. Demək, Günəş 35 dərəcə enliyə 40 dərəcə bucaq altında düşüb və Günəşin zenitdə olduğu enliyi rahatlıqla tapa bilərik. 90-dan çıxıram 35-i, məntəqə şimal yarımkürəsindədir. Ondan da yazıram çıx x bərabərdir 40. 90-dan 35-i çıxanda edir 55, 55-dən də 40-ı çıxanda edir 15 cənub enliyi amma. Baxın, Günəş hal-hazırda 15 cənub enliyindədir. İndi 15 cənub enliyi ilə Bakı arasındakı məsafə dərəcədən elə bil ki 40-ın üstünə 15 gələndə edir 55. 55-i də vururam 111-ə. O da bərabərdir 6105. 6105. Eyni tip məsələ ilə gəlin davam edək. Burada cavab oldu 6105. Eyni tip məsələ ilə gəlin davam edək. 126 ilə. 126-da deyir ki, sxemə əsasən Günəşin zenitdə olduğu 50 dərəcə şərq uzunluğunda yerləşən məntəqə ilə Bakı arasındakı məsafəni tapın. Baxın, burada da 20 şimal enliyinə Günəş şüası 50 dərəcə bucaq altında düşür. Demək, 90-dan çıxıram 20-ni. 20-ni. Olur çıx x. X bərabərdir 50. Demək, x də bərabərdir, baxın, 20 cənub enliyi. X bərabərdir 20 cənub enliyi. 20 cənub enliyi. Baxın, məntəqə yerləşir 20 cənub enliyində. Bakıda yerləşir 40 şimal enliyində. 40 şimalla 20 cənub enliyi arasında 60 dərəcə bucaq fərqi var. İndi gəlin bu dərəcəni çevirək kilometrə. 60-ı vururam 111-ə. O da edir 6660 kilometr. Demək, doğru cavab olur 6660 kilometr. Davam edirik 127-dən. 127-də deyir ki, 56 şimal enliyinə günorta vaxtı Günəş şüasının düşmə bucağı 54 dərəcə olarsa, 52 cənub enliyinə bu vaxtı Günəş şüalarının düşmə bucağını tapın. Burada yenə o üsuldan enlik üzərində yazma üsulundan istifadə edəcəm. Baxın, burada enlik yazıram. 56-ya düşüb 54 dərəcə bucaq altında. Bəs Günəş harda zenitdədir? Günəş
56 şimaldan daha cənubda zenitdə olacaq. Niyə? Çünki 56 şimal enliyindən daha şimalda zenitdə ola bilməz axı. Onun zenitdə olduğu yer 56 şimaldan daha cənubda olacaq. İndi baxın, 90-dan çıxıram 54-ü. Edir 36. 36. 56-dan da yəni fərq 36-dır. 56-dan da 36 çıxanda edir 20 şimal enliyi. Demək, Günəş 20 şimal enliyində zenitdədir. Bəs Günəş 20 şimal enliyində zenitdə olarsa, 52 cənub enliyinə nə qədər bucaq altında düşər? Baxın, 90-dan çıxıram 52-ni, 52-ni. Ondan da çıxıram 20-ni. Niyə? Çünki məntəqə cənubdadır, Günəşimiz də şimaldadır. 90-dan 52 çıxanda edir 38, 38-dən də 20 çıxanda edir 18. 18. 127 də doğru cavab edir 18. Davam edirik 128-dən. 128 də eyni tipdir. Yenə eyni üsuldan istifadə edərək işləyək. Deyir ki, 42 şimal enliyinə, baxın 42-yə, 42-yə düşüb 60 dərəcə bucaq altında. 60. Bəs 90 dərəcə bucaq altında hara düşər? Baxın, burada yazıram x. 90-dan 60 dərəcə arasında 30 dərəcə fərq var. 42-dən də 30 çıxanda edir 12 şimal enliyi. Demək, Günəşimiz 12 şimal enliyində zenitdədir. 90-dan çıxıram 42-ni, 42-ni, yəni enliyi. Ondan da çıxıram 12-ni. Çünki məntəqə demək cənubdadır, Günəş isə şimaldadır. 90-dan 42 çıxanda 48, 48-dən də 12 çıxanda edir 36. Demək, Günəşin düşmə bucağı 36 dərəcədir. 129-da qeyd olunur ki, 60 şimal enliyində yerləşən Sankt-Peterburq şəhərində günorta vaxtı günəş şüalarının düşmə bucağı 24 dərəcə olduğu vaxt Bakı şəhərində günəş şüalarının düşmə bucağını hesablayın. Hər zamanki kimi, baxın, əvvəlcə Günəşin zenitdə olduğu enliyi tapaq. Demək, 60-dır Sankt-Peterburqda. Günəş şüalarının düşmə bucağı 24-dür. Günəş ondan daha cənubda olacaq. Baxaq, 90 dərəcə hara düşür? Demək, 90-la 24 arasında, 90-dan çıxıram 24-ü, edir 66. 60-dan da 66 çıxanda edir 6 cənub enliyi. Demək, baxaq, Günəş 6 cənub enliyində zenitdə olarsa, Bakı şəhərinə günəş şüalarının düşmə bucağı 90-dan çıxıram Bakının enliyini. 40-ı. Ondan da çıxıram 6-nı. 6-nı. 50-dən də 6 çıxanda edir 44 dərəcə. Aha. Doğru cavab 44. Davam edirik 130-dan. 130 da deyir ki, sxemə əsasən Günəşin zenitdə olduğu 50 dərəcə şərq uzunluğunda yerləşən məntəqə ilə Bakı şəhəri arasındakı məsafəni hesablayın. Baxın, 90 demək 30 dərəcə şimal enliyinə 45 dərəcə bucaq altında düşür. 90 minus 30 minus x bərabərdir 45. Aha. X də bərabərdir 15 cənub enliyi. 15 cənub enliyi. Və sonda bizə deyir ki, Bakı şəhəri ilə bu 15 cənub enliyi arasındakı məsafəni hesablayın. 40-ın üstünə 15 gəlirəm, edir 55. 55-i də vururam 111-ə, edir 6105. Demək, bizim doğru cavabımız oldu 6105. Aha. Davam edək 131-ci sualdan. 131-də deyir ki, payız gecə gündüz bərabərliyi günü
Kolombo şəhərində səhərdir, yəni səhər 6-dır. Bu zaman verilmiş coğrafi uzunluqlarda sutkanın hansı vaxtları olar? Gəlin baxaq, əvvəlcə axşamdır, günortadır, gecə yarıdır. Əgər səhər saat 6-dırsa, axşam, yəni 18:00-da bunun əks meridianı olacaq. Yəni 12 saat fərq olacaq. Demək, buna uyğun olur axşama. 120 qərb uzunluğu, daha doğrusu 100 qərb uzunluğu, çünki 80-in əks meridianı 100 qərb uzunluğudur, 80 şərqi. İndi deyir günorta. Baxın, 80 şərq uzunluğunda 6-dırsa, günortayla elə bil ki, səhər arasında 6 saat fərq var. 6-nı vururam 15-ə edir 90, 90. 80-in üstünə 90 gələndə edir 170 şərq uzunluğu. Baxın, günorta. 2-yə oldu C. İndi deyir gecə yarıdır. Gecə, baxın, gecə 00:00-dır. Səhər saat 6 ilə gecə arasında 6 saat fərq var. Amma biz 6 saat, yəni 90 dərəcə qərbə getməliyik, qərb istiqamətində. 80-dən də şərqdən də 90 dərəcə qərbə gedəndə çatırıq 10 qərb uzunluğuna. Burada da doğru cavab olur Y. 1-ə D, 2-yə C, 3-ə isə Y.